Yeni bir proyekt yaradacağıq və bunun üçün təbii ki, folder yaratmalıyıq. Adını qoyacağam Selenium və biz bu folderi IntelliJ-də açmaq istəyirik. Gəlin bunu edək. Artıq bu bizim keçən proyektlərimizdir. Bunlarla sağollaşırıq. New və bu dəfə biz new project etdiyimiz zaman istifadə etməliyik build tool'dan. Burada yazılıb build system. Və istifadə edəcəyimiz build tool, build system Maven olacaq. Gördüyünüz kimi burada Gradle da var, amma biz Maven'dan istifadə edəcəyik. Nədir bu build tool? Testlərimizi avtomatlaşdırdığımız zaman bəzən bizim köməkçi tool'lara, alətlərə, framework'lara ehtiyacımız var. Məsələn, sizə demişdim ki, JUnit, TestNG və Cucumber framework'una ehtiyacımız olacaq və ya hər hansısa bir klasslara, alətlərə ehtiyacımız ola bilər. Nümunə üçün Faker klassı. Bunları biz hardansa yükləməliyik, öz proyektimizə gətirməliyik. Əvvəlcədən hazır olaraq Java-da, IntelliJ-də bu yoxdur. Uzun sözün qısası, biz yeni bir proyekt yaradacağıq, hardakı biz Java-dan istifadə edəcəyik və bu proyektə əlavə tool'lar yükləməliyik, framework'lar yükləməliyik, tanış etməliyik. Bunun üçün bizim build tool'a ehtiyacımız var ki, həmin o build tool'un içində sanki bir mağazin kimi rol oynayan bir hissə olacaq. Yəni App Store və ya Play Market kimi bir hissə olacaq. Və deyək ki, siz Test Engine-in və ya JUnit-in ikinci versiyasını yüklədiniz. Bir aydan sonra üçüncü versiya çıxdı, 2 aydan sonra dördüncü versiya çıxdı. Hər dəfə gedib o versiyanı təzələməyinizə ehtiyac olmamalıdır. Həmin bu build sistem özü avtomatik olaraq onu yeniləməlidir. Dediyim bu yüklənmələr hardan baş verəcək? Bizim sanki onlayn bir mağazinimiz olacaq, amma bu mağazindən daha çox repodur. GitHub reposu kimi bir şeydir. Orada link olacaq. O linki öz proyektimizə gətirəcəyik və avtomatik yüklənmə baş verəcək. Gəlin o saytı sizə göstərim. Axtarış yerində Maven repository və yaxud da Maven repository olaraq yaza bilərsiniz və ilk sayta gedirik və bu verilmiş dependensilərdir. İzah edəcəm dependensilər nədir? Bunları biz proyektə yükləməliyik. Təbii ki, bunları yox, bizə lazım olanları. Məsələn, JUnit bizə lazımdır. Məsələn deyirəm, hələ ki bunu etməyəcəyik. JUnit yazırıq və daxil oluruq. Burada versiya göstərir, hansı versiyanı biz yükləyə bilərik. Biz çalışacağıq ki, yükləyəcəyimiz dependensiləri maksimum ən tələsini və ən çox istifadə olunanını tapaq. Məsələn, JUnit üçün 4.13.2 versiyasını istifadə edə bilərik və istifadəsi 17.840-dır bugün üçün. Və onu yükləmək üçün, dependency-ni tapmaq üçün üzərinə tıklayırıq. Açılmış səhifədə burada build tool'lar verilib. Artıq Gradle-la Maven-i görmüsünüz. Bizə Maven lazımdır. Bir dəfə mouse-la bura tıklamaqla artıq kifayət edir ki, o kopyalanır. Ctrl-C və yaxud da sağ düyməni basıb kopya etməyinizə ehtiyac yoxdur. Bir dəfə bura tıklasanız o kopyalanır və kopyaladığımızı gedib öz proyektimizə yapışdırmalıyıq. Təbii ki, bunu hal-hazırda etmirik, çünki ilk öncə proyektimizi yaratmalıyıq. Gəlin davam edək, proyektimizi yaradaq. Proyektimizin adına Selenium verə bilərik. Bütün testlərimiz burada olacaq. Həm unit, həm integration, end-to-end, UIT, yəni user acceptance, API, hamısı burada olacaq. Ona görə birbaşa Selenium verirəm. Və təbii ki, GitHub-da bunu tapa bilərsiniz, pull edə bilərsiniz, yəni öz kompetensiyanızı yükləyə bilərsiniz. Create düyməsinə tıklayıram və bu pəncərədə açmaq istəyirəm. Və burada görməyinizi istədiyim bir şey var. Maven proyekti açdığımız zaman bizə ən çox lazım olan iki şey var. Birincisi pom.xml faylıdır, hardakı biz dependensilərimizi yükləyəcəyik və gördüyünüz kimi avtomatik olaraq bu artıq açılıb. İkinci isə yazacağımız testlərin ünvanıdır. Source var, source folder, yəni mənbə. Bu source'un içində 2 ədəd folder var, package var deyək. Biri main'dir, biri test. Main developerlər üçün lazımdır, test isə testerlər üçün. Deyək ki, hər hansısa bir proyekt var, Maven proyekt üzərində işləyirsiniz. Yəni Maven tək testerlər üçün lazım deyil. Çünki dependensilər həm testerə lazım olduğu qədər developerə də lazım ola bilər. Hər hansısa bir əlavə tool'lar, alətlər. Deməli, developer öz zonasında işləyir, testerlər öz zonasında. Developerin zonasında olan bizə maraqlı deyil, bizə test maraqlıdır. Ondan da əvvəl pom.xml maraqlıdır. Dependensilərimizi biz bura yükləməliyik. Gəlin bunu biraz belə kiçildim. Bunun üçün bu gördüyünüz faylın formatı XML-dir. XML nə idi bizdə? Extensible Markup Language. XML formatında dependency-ni bura gətirmək üçün biz sadəcə bir tag açacağıq. HTML-dən də yadımızda
qalıb ki, tag necə açılır? Kiçikdir işarəsi, tagın adı, böyükdür işarəsi və bağlanışı bu cür yazılır. Bağlanışı olmayansa içində belə yazılır. Bunu bilirdik. Dependencies topludur, səbətdir və bu səbətin içində biz həmin o dependenceləri bura gətirməliyik. İlk dependensimiz olacaq Selenium Java. Axtarış edirik bir yerdə Selenium Java. Gəlirik ən çox istifadə olunmuş ən son versiya. Deyək ki 4.24 və 32 istifadə var. Gəlirik, dependency-ni buradan bir dəfə tıklamaqla kopyalayırıq və bizim proyektimiz hardadır? Gəlirik, burada yapışdırırıq. Yapışdırdığımız zaman burada biz onu qırmızı olaraq görəcəyik. Siz daha doğrusu qırmızı olaraq görəcəksiniz. Bu deməkdir ki, hələ yüklənmə tam bitməyib. Bunun üçün burada yeniləmə düyməsi var, update düyməsi var və yaxud da load Maven changes. Onun üzərinə tıklayırsınız və aşağıda yüklənmə başlayır. Yüklənmə bitdikdən sonra bu qırmızılar itir. Və ikinci dependency'miz olacaq WebDriver Manager. Bir yerdə yazırıq WebDriver Manager və Bonnie Garcia'dan onu götürürük. Bizə lazım olan gəlin elə 5.9.2 olsun, 18 istifadə var. Və qaydırıq proyektimizə. Bu dependency'dən çölə çıxırıq. Çünki bunların hər biri ayrı-ayrı dependency'dir və ümumi səbətin içindədir. Buradan çölə çıxırıq, yapışdırırıq və bu olacaq bizim ikinci dependency'miz. Zəhmət olmasa bir daha Maven'ı yeniləyin, yüklənmə tam bitsin və əla. Hal-hazırda mən kəsəcəm test folderinin içindəki Java folderinin içində bir klass yaradacağım. Və hətta gəlin belə edək. Gəlin bunun içində bir package yaradaq. Example verirəm adını. Nümunə və içində bir klass yaradıram. C1 WebDriver adını belə qoyuram. Gəlin. Ad konvensiyasına riayət edək. WebDriver. Main metodumuzu açırıq. Və gəlin növbəti videodan baxaq ki, browser necə açılır, import edəcəyik, browser açacağıq və əməliyyatlar yerinə yetirəcəyik.